İnsitu karsinomalar epitel toxumasında məhdudlaşmış, lakin hələ ətraf toxumalara invaziya etməmiş, yəni yayılmamış xərçəng hüceyrələridir. Bu növ karsinomalar hələ metastaz vermir və bazal membranı keçmir. Bir çox orqanda rast gəlinə bilər. Məsələn, süd vəznində rast gəlinirsə, duktal karsinoma insitu, sidik hissəsində rast gəlinirsə, ureteral karsinoma insitu, uşaqlıq boynunda rast gəlinirsə, servikal karsinoma insitu olaraq adlandırılır. Mikroskop altında incələdikdə görüntüsü atipik, ancaq bazal membranı aşmayan xərçəng hüceyrələri. Dərəcələndirilməsi invaziv karsinomlar kimi qreyd 1, qreyd 2, qreyd 3 olaraq verilir. Əgər müalicə olunmazsa və ya gec diaqnoz qoyularsa, insitu karsinomalar bazal membranı aşaraq invaziv karsinomaya çevrilə bilər. Bəzi hallarda müalicədən sonra yenidən eyni bölgədə və ya başqa yerdə inkişaf edə bilər. Bu səbəbdən xəstənin mütəmadi olaraq klinik nəzarətdə saxlanılması vacibdir. Nəticə olaraq insitu karsinomalar erkən mərhələdə aşkarlanıb müalicə edilərsə, tamamilə sağalmaq mümkündür.